Lənkəranda avtomobil yolu keçmək istəyən 49 yaşlı qadını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı əvvəlcə Lənkəran rayonunda xəstəxanaya yerləşdirilib. Daha sonra müalicəsinin davam etdirilməsi üçün yaralı paytaxta göndərilərkən yolda ölüb. Hadisə Lənkəran Boradigah Masallı magistralının Lənkəran rayonunun Şaxlası Erkəndə ərazisində qeydə alınıb. Lənkəran rayon sakini Ruslan Ağayev idarə etdiyi avtomobillə hərəkətdə olarkən avtobusdan düşüb yolu qarşı tərəfə keçmək istəyən Lənkəran rayon Xarxatan kənd sakini 49 yaşlı xanım Nəsirovanı vurub. Xanım Nəsirova dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Başın ənsə payının böyük həcmli yarası, qapalı kəllə beyin travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, yaralının vəziyyəti ağır olduğundan o Bakı şəhərinə göndərilib. Qadın Bakı şəhərinə aparılarkən yolda ölüb. Onun meyidi aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Rövşən Almazoğlu, Diana Cəlali, Spice xəbər Lənkəran.